Tahir, nə fikirləşirsən? Üzvə baxmağa utanıram. Niyə ki, sənin nə günahın var ki? Heç nə. Amma kimsə utanmalı ya yox. Turalın hərəkətləri lap bezdirib məni. Elə bil mən onun böyük qardaşıyam. Doğrudan o niyə elədi? Yəni, çox vecsizdir. Atamın günahları damsı. Ən yüksəyə qaldırıb qoyub onu. Elə bil bu doğmadı biz ögey. Bezmişəm hamısından Allah haqqı. Toral evə gəlmədi, yəni bilmədi nə baş verib. Heç gəlməsin. Heç vecimə deyil. Onsuz da evdən çıxım gedib əlaqə saxlamayacağım oyuna. Tahir, Hacı. papa çox narahatdır. Nəsədir? Yox, amma qorxuları var da. Evliliyimizlə bağlı. Səninlə bağlı yox. Hə. Yaşar əmi ilə bağlı, onun bu hadisələri heç deməməyi ilə bağlı. Hiss edirəm ki, peşman olmağa başlayıb. İndi hər ailədə olur da belə şeylər. Sadəcə pis təsadüflər üst-üstə gəldi. Orası elə deyil, hər iki qonaqlıqda da. Papa sizi tanımır axı. Başa düşürəm, tanımır. Amma bizi çox adam tanıyır. Kimdən sizi soruşsun da, heç kim bizim barədə pis bir şey deyən deyil. İndi 2 dənə problemə görə belə düşünməyi düzgün deyil axı. Bilirəm, mən də elə dedim papaya. Amma nə bilim. Sən evdə mənim haqqımda danışanda daha inamla danışa bilməzsən. Ya sənin sözün heç keçmir o evdə. Sənin keçir, Tahir. Papa der ki, Tahirə hörmət eləsəydilər, bizə qarşı elə hərəkət eləməzdilər. İndi sən ətrafında danış görüm neynədin, görüşə bildin mi? Nə dedi? Niyə gəlmişdi dedi? Niyə gələcək? Qorxutmaq üçün. Mən sənə bir şey deyim, babat da qorxutdu ha səni. Zarafat edirəm də. Mənim zarafatlı xalım var ha. Ay. Neyniyəcəksən, nə yapırsan bu qızla? Bilmirəm. Pul təklif elədiyim. Mən sənə bir şey deyim. Bu pulluq söhbətə oxşamır. Bu başqa şeydir. Yəni nə bilim. Bu qız özü də bilmir nə edir. Anası nə deyir, bu da onun təsiri altına düşüb ağzını ya nə edir. Bilmirəm. Sən get. Bugün də görüş olma. Birdən yenə belə ağılsız bir iş görər. Nə bilim, get pul dəyir belə. Yaxşısı bunu bilsən deyil. Anasınla görüş, pulu anasına ver. Bəlkə sakitləşdir. Canım sözü deyirəm. Mən bilmirəm onlar nə istəyirlər. Deyirəm bəlkə bu... Nə? Bu uşaq söhbəti. Yəni bu qədər əmin olmasaydı evə gəlməzdi də yəni. Hı? Bəlkə doğrudan da bu uşaq sənin uşağındır. Tutalım sənin uşağındır. Denəyəcəksən. Gəl sən belə elə. Get, bugün də görüşüm. Birdən nəsə
ağılsız hərəkət edir Ertuğrul. Ona başa sal ki, mən də görüşəcəm. Bir müddət sakitçilik olsun, görüşəcəm. Mən görüşənə qədər heç nə eləməz. Qorxud da, gözünü qorxud da. Yaxşı. Yaxşıdır, ürəyini sıxma. Hər şey yaxşı olacaq inşallah. Nə bilim ya. Bəlkə mən özüm danışam. Papayla? Hə. Yox. Yəni Yaşar əmi olsa bəlkə, amma sənin danışmağın düzgün çıxmaz axı. Utanır da yəqin, üzü yoxdur danışmağa. Yenə də kəş danışardı da. Ayda, papam gəlir. Uf, əsəbləşəcək indi. Gəlsin də, nişanı da eləyirik. Yox, bilirsən də belə şeylərdən xoşu gəlmir. Yaxşı oldu elə. Gəlsin özür də istəyim. Salam Abdullah da necəsən? Salam. Pis deyiləm, sən necəsən? Mən də qabağınızda başı aşağıyam. Valla bu son günlər olan hadisələr üst-üstə çox şey oldu, amma bunların heç biri o qədər də ciddiyə alınması məsələlər deyil. Mən yenə də Turanın adından sizdən üzr istəyirəm. Baba, bu üzrxahlığı mən sənin atandan gözləyirdim. Amma neyniyək, lazım bilməyib, canı sağ olsun. Biz tərəflərdə belə şeylərə yaxşı baxmırlar. Valla bilmirəm nə deyim. Nə deyəcəksən ay bala? Sən indi get, burada yaxşı deyil dayanmışıq. Qonum qonşu var, sağ ol. Sağ olun Abdullah da. Bu da təzə çıxıb. Papa valla gedirdi. Sadəcə gördü sən gəlirsən, dedi üzr istəyim. Gətirmə məhli oğlanı. Camaata tamaşa göstərmirik. Bilinmir sabah nə olacaq. Papa, Keç içəri.